Ramiz Mehdiyevlə bağlı mən həmişə öz mövqeyimi ifadə eləmişəm və məlum hadisələr yaşananda Dövlət Təhlükəsizlik Xidməti və məhkəmənin məlum yanaşmaları ortaya çıxdıqdan sonra da mən öz fikrimi söyləmişəm. Hesab edirəm ki, çox ciddi ittihamlar ona qarşı irəli sürülüb. İndi məhkəmə prosesində mən onların mütləq əksəriyyətinin və yeni deməli cinayət əməllərinin bəli üzə çıxacağını qətiyyən şübhəm yoxdur. Və eyni zamanda mən onun da fərqindəyəm ki, bu qüvvələr ki var daxilimizdə və xaricdə, daxilimizdəki ünsürlər ki var, bunların bir koordinasiya olunmuş fəaliyyəti, əlaqələndirilmiş fəaliyyəti diqqətdən yayınmır. Siz fikir verirsiniz, bir tərəfi hədəf seçəndə, elə konkret özümə misal deyirəm, total hücum, televiziyalar, saytlar, sosial şəbəkələr bunu tirajlayırlar və məqsəd nədir? Bir məişət hadisəsini elə təqdim etmək ki, cəmiyyətdə nüfuzlu şəxslərə deməli nüfuzuna xələl gətirmək, onların ictimai reytinginə... Prezidentin yanında olan, dövlətin siyasətini bütün varlığı ilə təbliğ edən adamlara qarşı total bir hücum var. Total hücumdur, amma Tural bəy, bax sizin bu efirinizdən özümü tutub onlara söyləyirəm. Siz əqidəsizsiniz. Siz istənilən vaxtı öz əqidənizi tapdalayıb keçə bilərsiniz. Amma mən və mənim kimlər bütün o ağıllı, dərk olunmuş fəaliyyətimlə həmişə dövlətimə, prezidentimə bağlı insan olmuşam. Və mənim bir sifətim var, bir partiyam var. Həmişə belə olub. Və bilin ki, siz mütləq cinayətkar olaraq o məsuliyyətə cəlb ediləcəksiniz. Siz cani olaraq cəzanızı alacaqsınız və bu günlər kimlər sizə yemlər verirlər, mütləq onlar cəzasını alacaqlar. Bu proses getməkdədir. İndi siz oxudunuz müəyyən məlumatları Ramiz Mehdiyevlə bağlı və bu cür danışanda, bu cür mövqe ifadə eləyəndə onda deyirlər ki, bunu susturmaq lazımdır. Bu çox danışır, bu çox baş aparır, bu çox prezidentin siyasətini dəstəkləyir. Bunu susturun. Necə susturaq? Debatda o gücləri çatmır. Debatda çünki o intellektual debata gələ bilmirlər. Heç debata gələ bilmirlər. Heç fikir qorxularından, bəli, ictimai sosial bazalar da yoxdur. Belə olan vəziyyətdə neyniyək? Gəl bir dənə şərh ataq. Gəl bir dənə ləkəliyək. Gəl bir dənə başın qataq bir dezinformasiya enerjisi ona geçsin. Mən sizə söyləyirəm. Bax, parmağımı da silkələyib söyləyirəm. Siz bilin ki, məni belə sustura bilməyəcəksiniz. Gecə gündüz mən sizə qarşı mübarizəmi 5 qat gücləndirirəm və biləsiniz ki, adamlar iki kateqoriyalı olurlar. Birincisi, onu şərləyəndə, ləkələyəndə sınanlar, əqidəsini dəyişənlər, onlar bizim üçün lazım deyil. Onlar heç onlar haqqında danışmaq da istəmirəm, onlar da sizin tayınızdır. Necə ki, siz 100 dəfə əqidənizi dəyişmişsiniz. Və nəhayət, sizə özümü tutub söyləyirəm, çətinliklərə, problemlərə stimul kimi yanaşanlar. Bax, siz indi mənim qarşımda maniyə qurursunuz, məni ləkəliyirsiniz, gözdən salmaq istəyirsiniz, amma məqsədinizə çatmayacaqsınız. Mən prezidentimin, əskəriyəm, gecə-gündüz onun yolunda döyüşməyə hazıram, bunu dəfələrlə sübut etmişəm. İndi də sizi mən həmin cəbhədə sizinlə döyüşə hazıram və bilin ki, indi artıq 5 qat əzmlə, 5 qat mübarizə ilə deməli bizim işimiz haqq işidir. Siz görəndə ki, sustura bilmirsiniz, görəndə ki, üzbəyiz danışa bilmirsiniz, keçirsiniz şərə böhtana. Alınmayacaq. Bu alınmayacaq. Tarix hər şey öz yerinə qoyur və cinayətkarlar mütləq cəzalarını alacaqlar.